İzləyicilərimiz, bugün sizə gözəl bir ərazidə satışda olan 3 otaqlı evlərin ən genişinin təqdimatındayım. Dəyərli izləyicilərimiz, evimizin həyətyanı sahəsinə daxil oldum. Baxın, belə bir həyətyanı sahəsi var. Bu hissəyə bir maşın daxil olar, gördüyünüz kimi. Həyətyanı daşlardan üzlənib, 2 hissəyə trapdan istifadə olunub. Xatırladım ki, kupçalıdır. Bu gördüyünüz evimiz kupçalıdır. Özünüz şahid olacaqsınız. Evin kvadrat sahəsi həqiqətən çox genişdir. Kombi üçün bu hissədə yer alır. Kameralar hər birisi yaxınlığında, pəncərələr dəmir barmaqlardan mühafizə olunub. Ev bu hissədən bir mərtəbə görsənə bilər. Sonda izah edəcəm. Bir mərtəbə, evin alt hissəsi ümumilikdə qarajdır. Onu da çöldən sizə çəkib göstərəcəm. Daxil olaq ilk öncə evimizin iç sahəsinin təqdimatına. Baxın, evimizə daxil olarkən belə bir gözəl dəhliz bizi qarşılayır. Kvadrat sahəsi çox ki, adı dəhlizdən bilinir ki, kvadrat sahəsi çox keçdir. Mətbəxə baxın, dəyərli izləyicilərimiz. Hansı bir evdə bu genişlikdə mətbəx var? Heç deyərdim ki, 150 minlik evlərdə bu genişlikdə mətbəx yoxdur. Mətbəx çox böyükdür. 550-nin 4-ə mətbəxdir, dəyərli izləyicilərimiz. Rahat şəkildə mətbəx bir-birini yerləşdirdiniz. Stolunuzu qoydunuz, pomlu qonaq otağı kimi istifadə edə bilərsiniz bu hissədən. Pəncərəsi həyətyanı sahəsinə baxır. Burada yataq otaqları yerləşir. Deyərdim ki, bunlar hamısı qonaq otağıdır. Hasıl istəsəniz qonaq otağı eləyə bilərsiniz. Çünki kvadrat sahəsi çox genişdir. Baxın, heç hansı bir evdən. Özdə arası da monolit beton deyil. 2 pəncərə baxır qonaq otağına. Gördüyünüz kimi 2 hissəyə də kombi üçün yer ayrılıb. 5 metrin elində, 6 metr uzunluğunda. Taşı 6-dan da çox olar. Uzunluğu var bu otağın. Burada yerləşir növbəti otaq. Həmən qonaq otağı genişliyində, tacı deyərdim ki, qonaq otağından da böyük, bu hissədə yataq otağı var. Yenə aynasının qarşısı açıq, yerləşmə yeri ideal, gözəl ərazidə yerləşir. Burası isə sonuncu otaqdır ki, otaqların ölçülərinə söz ola bilməz, həqiqətən bu evi qaçırmayın. Burada yerləşir sanitar qovşaq. Hörmətli izləyicilərim, yerləşməli Abşeron rayonu Masazır qəsəbəsi 6 saylı məktəbin tam yaxınlığında yerləşir. Hündür ərazidir, bütün kameralar var, sayğazlar var, mərkəzi kanalizasiya və evin çöldən təqdimatını göstərim sizə. Evimizin bu hissədəndir. Bax, avtomobil giriş hissəsi o hissədəndir. Baxın, evin hər tərəfini göstərirəm. Hər tərəfi açıqdır. Evin 4 dövrəmə hər tərəfi açıqdır. Gördüyünüz kimi çox geniş kvadrat sahəsi var. Bu hissədən isə qaraja girişdə. Baxın, dəyərli izləyicilərimiz, hündür quru ərazidə yerləşir. Alt hissəsini göstərim sizə. Buranı əlavə istəsəniz, qaraj kimi istifadə etməsəniz, buranı bölgü aparıb, yəni ki, kvartinat da verə bilərsiniz. 2 hissəyə bölgü aparıb, hərəsinin 253 manata kvartinat da verə bilərsiniz. Məktəbə, marşruta yaxın olduğu üçün üstünlüklərdən biri də mərtəbə arası monolit betondur, kolonlar üzrə inşa olunub. Bu hissəyə rahat şəkildə 6 avtomobildə daxil etmək olar. Bu gördüyünüz evimizin start bir qiyməti 99 bin manata təklif olunur. Real müştərilərdən qiymətdə razılaşmaq da olacaq. 051 635 1797 nömrəmizə əlaqə saxlayın. Gəlin bu evimizə sahib olun.